günləri hamı köklənib işin ortafoto tərəfinə. Amma yaddan çıxan, belə deyək, heç kimin başını çevirib baxmaq istəmədiyi bu işin bir tərəfi də var. Kənd təsərrüfatı sahəsi. Burada multispektral dronlara mən istəyirəm ki, indi biraz ya kameralara biraz yer verək, onlardan danışaq. Yaxşı edirsən, Anar. Bu günlərin ümumiyyətlə bu sahələrdə tam olaraq köklənə bilməmişik. Tam olaraq köklənə bilsəydi, yəni daha çox faydalarını görə bilərdik. Bizim bir neçə il əvvəl dediyimiz kimi bu multispektral kameraların kənd təsərrüfatından əlavə də çox xeyirləri var, amma kaş elə bu günlərin kənd təsərrüfatı sahəsində bunlardan istifadə edərdik. Həmçinin də suvarma dronlarından bir yerdə. Kaş elə bizim sənlə yazdığımız o layihələrdə baş tutardı. Təəssüf ki, bunlardan istifadə etmək istəmirlər. Bilmirəm, bunun maliyyə tərəfindən fikirləşirlər və ya başqa bir tərəfdən fikirləşirlər. Amma bunun faydaları sınanmaqla görülə bilər. Yəni bunu ən azından bu sahəyə də bir fürsət vermək lazımdır ki, bizdə bunların faydalarını görə bilək. Yəni biz bir şeyi sınamadıqca bunun heç bir faydasını görə bilməyəcəyik. Yəni bu SSR dövründən qalan texnikalarla, SSR dövründən qalan fikirlərlə mən inana bilmirəm ki, yəni biz qabağa gedə bilək. Ki bunu xaricdə yetərincə olan ölkələr çox sınaqlar edirlər, çox sınaqlar edib və bunun nəticəsini görüblər ki, hətta bir məqalə oxumuşdum. O məqalədə prezident belə onun sınağına gəlmişdi. Bəli. Bu işin sınağına getmişdi o ölkənin prezidenti və bu uğurla nəticələnməsəydi əgər bunun satışını və yaxud da ixracını və yaxud da belə deyək hər versiyanın üst versiyasını yaratmağı, yəni bunun əziyyətini firmalar tərəfindən istər dron üzərində olan kameralar, dron daxilində olan, istərsə ayrı kameralar ki, günü-gündən inkişaf edir və günü-gündən hər gün daha yeni model çıxır. Yəni demək ki, bu faydasız olsaydı, bu yeni modellər günü-gündən artmazdı. Yəni bunun bizim ölkəyə gəlib, bizim ölkədə ki, yetərincə ərazilərimiz var, yetərincə bu işlə məşğuluq, hətta bizim özümüzün ixracı belə var. Yəni bunu nəzərən biz ölkəmizdə artıq bunu tətbiq eləməliyik. Məncə burada problem o fermerlərin düşüncə tərzlərindədir və yaxud da ki, aqronomun aldığı az maaşdadır. Niyə? Çünki bu praktika bizim ölkəmizdə yoxdur və bu praktikanı görmək üçün bu aqronoma yatırım eləmək lazımdır ki, sən get filan ölkəyə, filan təlimə, orada qoşul. Bu ora gedəndə o təlimlərin bir kəsdində 100% orada o RGB kameranı görəcəkdir. Nvidia xəritələrini görəcəkdir. Orada o görəndə özündən sual verəcəkdir və o şeyi maraqlanmağa başlayacaq ki, bu nə xəritə idi belə? Rənglərlə bizə xəstəliyi göstərir. Biz insan gözündən baxanda onları görə bilmirik axı. Adətən bu ortafoto çəkilişlərində, xəritələmədə bizim lap başlarda sıx-sıx yaşadığımız problem nə idi? Sovetdən qalma fikir bizə imkan vermirdi və bu fikri qəbul eləmirdi ki, dron düzgün nəticə verə bilməz. Və mən başa düşürəm ki, tək sənin və mənim ikimizin bu fikrə qarşı mübarizə aparmağı biraz absurddur. Burada bizim inkişaf da var. Sən xatırlayırsan, bizim fermerlərdən görüşlərimizdə fermerlər çıxırdılar ölkə xaricində, məsələn İspaniyada, Hollandiyada, onlar çıxırdılar, onlar yüksək təəssüratla gəlirdilər və şokdaydılar ki, necə eyni texnologiyadan istifadə edirik, yanaşma eynidir, amma onların məhsuldarlığı daha çoxdur və bu 5 qat bizim məhsuldarlığımızdan daha çoxdur. Bizdə standart var, biz o standart çərçivəni aşa bilmirik və mən sənə əmin edirəm ki, biz bu günləri təklif eləsək ki, bizim multispektral kameralı bizim dronumuz var, gəlin sizin 5 hektar ərazinizdə bir testing, pilot edək, biz sizə verək, siz baxın, əmin olun, İnandırım sən ona da bir etiraz gələcək. Çünki multispektral kameranın bizə verdiyi o möcüzəyə inanmaq biraz çətindir. Mən qınamıram onları. Həm bir tərəfdən fikir, bir tərəfdən bunun biznes yönümü. Amma mən məsəl üçün deyək ki, əşyaların interneti deyə bir şey var.
sahənin bir küncündən kameralar quraşdırılır və o da monitorinq aparır. Amma uzaqlığı dəqiq monitorinq apara bilmir. Müəyyən bir sahəsi var. Amma mən təsərrüfat sahibi olsaydım və mənim qabağıma belə bir fürsət çıxsaydı, mən 100% bu fürsəti dəyərləndirərdim. Niyə? Çünki bu tək analitika aparmır. Və bu texnologiyanın bunun aqras tərəfləri var. Dərman səppə, toxum səppə tərəfləri var və bu çox möhtəşəmdir. Bəli. Anar, birinci dediyin kimi, bu bizə görə, bizim yanaşmamıza görə, bizim SSR fikrindən qalan yanaşmamıza görə bizdə bu sahələrdə olan aqronomlar sadəcə bitki dərmanlamakla məşğul olmalıdır. Yəni mənim fikrimə görə bu aqronomun ümumi bir o anlayış qismi ki var. O anlayış qismi dəyişilməlidir və ona başqa bir yeni ad verilməlidir. Məsələn deyirəm ki, bitkidən anlayışı olan bir adam, məsələn deyirəm bunu və o sən dediyin kimi xaricə göndərilməlidir və orada olan yenilikləri görməlidir. Bizim ikinci ən böyük problemimiz də bilirsən nədir Anar? Biz görürük bir şeyi, məsələn deyirəm ki, bir çaşqanı görmüşük, internetdə satışını görmüşük. Biz o çaşqanı sifariş veririk və götürürük ölkəyə və onu çaşqa kimi istifadə etməyə başlayırıq. Gördüyümüz kimi istifadə etməyə başlayırıq. Hansı ki biz araşdırsaq bəlkə çaşqa başqa funksiyalar görə bilir. Yəni biz o aldığımız bütün cihazlarda gördüyümüz ilk nədirsə, o bizə nə təsərrüfat başlayırsa, o tərəfdən istifadə etməyə başlayırıq. Yəni biz onu araşdırmırıq və biz onun başqa nəticələrini görməyə çalışmırıq. Bir ikincisi də ki, bu sistemlər elədir ki, hər il yenilənir, hər ildə daha çoxdur, hər ay yenilənir. Yəni biz onun yeniliklərlə özümüzü olduğumuz yerdən etibarən, məsələn, mən bu günlərin bu cihazı görmüşəm, bu cihazı gətirmişəm və mən bu gündən etibarən başlayıram ki, bu cihaza yeniliklər gəldikcə onu istifadə edeyim. Amma 10 il əvvəl bu cihaz çıxıb bir funksiya ilə çıxıbsa, mən 10 il əvvəlin cihazını almışam, o bir funksiyanın üstündə 10 il daxilində 20 funksiyası gəlibsə, mən o 20 funksiyanı görməyə çalışmıram. Ancaq 10 il bundan qabaq gələn bir funksiyanı işlətməyə çalışıram. Bizim problemimiz odur. Yəni biz o kənd təsərrüfatını işlətmək üçün multispektral kamera və yaxud da multispektral dronları alıb gətirsək, əgər sən demiş, bəlkə də icazə verməyəcəklər bizə ki, gedib o sınaqları eləyək. Hansı ki, onlardan bəlkə də heç bir maddi umma gözlənilməyəcək. Əlbəttə, sadəcə bu pilot layihədir bu. Bunun hardasa olmaq tərəfi var ki, biz bəlkə də 5 il, 10 il bundan qabaq aerofoto planların çəkilişi, dronlarla çəkilişinə inanırdıq, inanmırdıq. Yəni o işlər burada görürsən, mümkünsüz görürsən. Bəli, amma bu günlərim ona tələbat artıq yetərincə var. Və yaxud da modellər haqqında biz danışdıq keçən bölüm. Modellər tərəfinə o qədər də olmasa belə, ancaq bunu o istəmsiz halda qavramağa başlayıblar. Yəni onu başa düşməyə başlayıblar ki, bunlar həqiqətən də iş görə bilir. Çünki bir dron və yaxud da bir kamera ki, insanın heç vaxt gözlə görə bilmədiyini görə bilir və 17 xəstəliyi sənə deyə bilir. Bu multispektraldan söhbət edirəm. Bu multispektral dronlar, yəni mənim gözlə heç bir vaxt görə bilməyəcəyim və bunun yaradılışı, bunun quruluşu çox sadədir əslində. Bu RGB, sən deyən RGB işini görüb, günəşdən gələn şüalarla, günəşdən qayıdan şüalarla oradakı xəstəlikləri tamamilə görə bilir. Bu ilk deyiləndə ağla məntiqsiz gələ bilər ki, necə ola bilər ki, günəş şüa əks etdirir və burada o xəstəlikləri görmək mümkündür. Amma bayaq dediyim kimi, biz yeniliklərə açıq deyilik. Biz yeniliklərə açıq olsaydıq, onun tam izahatı forması var ki, yəni bu necə o şüa oradan necə yarpağa dəyir və yaxud da bir əkinə dəyir və yaxud da kartoşkası olan göyərti, fərqi yoxdur. Hər şey olur. Bu ora dəyir, taxıl və oradan qayıdan zaman nələri görür? Mənə qaytarır. Necə görür? Mənə qaytarır. Burada əslində işin möcüzəli tərəfi, burada mən texnoloji baxıram indi məsələyə. Bu götürdüyüm məlumatı bizə yerində vermək tamam başqa. Eyni anda deyək, burada multispektral uçur. Eyni anda o dataları bizə ötürür və biz onu yüklüyürük aqrasa. Qabaqdan bir analiz edir, arxadan digər dərman siləmə eləyən ya gübrələyən. O artıq bilir ki, mən hara nə qədər gübrə səpməliyəm və məhsul yanmır. Yəni gübrə qədər məhsulu yandıran
çox az şeylər var. Gübrənin yandırdığı yer demək olar ki, elə bil orada ocaq yandırmısan. Torpağın bərpa müddəti var. İndi fermerlər daha yaxşı bilərlər. Ki bu eyni anda mən işlədiyim məlumatı, deyək ki, multispektral kameranın işlədiyi məlumatı eyni anda Aqrasın beyninə davamlı onlayn şəkildə ötürmək bu möcüzənin ötəsində bir şeydir. Ki hansı ki bu bizim istifadə etdiyimiz bu müasir texnologiya 2013-dən başladı bizim əlimizdə yaxşı inkişaf etməyə. Burdan bura qədər artıq bu onlaynı təmin etmək, onlayn və yerində mükəmməl bir deyək ki, bir-birinə vəhdət təşkil edir. Bu işin başqa bir möcüzəvi tərəfidir. Yəni o qədər inkişaf var ki, sırf bu sahədə. Bunların iş praktikasında da o qədər inkişaf var ki, insan əməyini və sənin götürəcəyin məhsuldarlığı maksimuma çıxardır. İnsan əməyini azaldır. İnsan əməyi nədir? İnsan əməyi olan yerdə insan xətası var. Deyək ki, biz indiyə nə qədər götürə bilərdiksə də bir yerdən 100 ton taxıl deyək. Biz oradan götürəndə 10 ton, biz elə bilirik ki, əslində elə götürməli olduğumuz bu. Bəli. Elə deyil. Yəni onlar da elə bilsinlər ki, elə deyil. Baxsınlar xaricdəki ölkələrin praktikasına baxsınlar. Və onda çox rahat bir şəkildə görəcəklər məhsuldarlığımızın necə az olduğunu. Və mən inanıram ki, fermerlər buna dəstək olarlar. Biz düzdür, bəlli bir fermerlərin özlərindən biz görüşmüşük. Bunun praktikasını keçmişik. İndi biz ikisindən, üçündən görüşmüşük, amma inşallah ki, çıxar bu video digər fermerlərin, böyük təsərrüfatla məşğul olanların qabağına və bir maraq çəkər. Ən azından ki, maraqlanmağa çalışırlar ki, bu nədir? Mən inanmıram ki, tam da məlumatsız olsunlar. Tam da məlumatsız olsunlar. Çünki yəni, bu qədər sən məhsuldarlıq götürmək istəyirsən və sən daim axtarışdasan ki, mən bu il mənim məhsuldarlığım az oldu, mən az gəlir əldə edirəm. Gələn il nə edə bilərəm? Nə edə bilərəm ki, həm işçi tərəfini fikirləşməliyəm, işçinin pulunu fikirləşməliyəm və ən əsas da məhsuldarlığını fikirləşməliyəm. Və köhnə metoddan bir vaxt var ki, köhnə metoddan çıxacaqlar. 100% çıxacaqlar. Amma nə qədər ki, bu texnologiya bizə işləməyə imkan verir, bundan maksimum yararlanmalıyıq deyə düşünürəm. Normalda hamı bəzi məlumatlar gizli saxlayır. Mən istəyirəm ki, biz o planımızı burada açaq deyək. Çünki bunun nə qədər çox fayda verib də heç kimin bundan yararlanmaq istəmədiyini gördüm. Biz bu günləri onu biz bilirik ki, 2 dron, 2 notebook və 2 nəfərli. Yəni elə biz 200 deməyəm, 50 işçinin 2 həftədə gördüyü işi 3 gündə görürük. Yəni əgər bu bizdə deməkdə daha doğrusu gətirə bilib də və fayda sağlaya biləcək, fayda verə biləcək bir bu cihazlarla işləyə biliriksə, yəni bunu araşdırmaq da gec deyil, öyrənmək də gec deyil. Mən belə fikirləşirəm ki, mən bunu burada deməsəm, biraz paxıllıq olar. Çünki inkişaf əgər olunacaqsa, sənin, mənim və yaxud da başqalarının biliyi ilə olmalıdır. Kimlərin hardansa gördüyü adi bir fikir belə, ideya belə, yəni kimlərdəsə nələrsə tüklərin ufqunu aça bilər. Bəli, bunu yarada bilər. Əgər 50 işçinin və oradan 50 işçidən əlavə orada texnikalar var. Bəli. Hansı ki, o texnikaların baxımı var, o texnikaların yağı var, o texnikaların ambarda saxlanılması var və yaxud da yəni nə qədər şeylər saymaq olar. Hansı ki, onların gördüyü işi, yəni bu günləri 2 dronla, ya bir Agras T100 deyərəm ki, ən böyük litri tuta bilir, bəli. T100 dronu ilə və bir ədəd multispektral kameralı dronla 2 notebook və bir də proqram təminatı yaranmalıdır ki, süni intellektlə. Bununla biz bilirik ki, bu günlərim, yəni əraziyə gedib 500 hektar yeri, 1000 hektar yeri, hansı ki 1000 hektar yerdə traktor texnika gəzdiyi yerlərə həm əzir, həm də görə bilmir. Amma biz bu günlərim Agras T100-ü göndərib multispektral kameranı işə salıb, arxasına göndərib ya da öndən göndərib multispektral, sonra da Agrası göndərib. Eyni anda analiz edib, süni intellektlə
onların ərazilərin zəif və pis ya və yaxud da yaxşı, çox gübrələnən, çox dərmanlanan və yaxud da çox su gedən əraziləri, zəif gübrələnən, zəif dərmanlanan, zəif su gedən əraziləri ayırd eləyib bunları aqrostromla eyni anda dərmanlamaq mümkündür. Yəni çünki texnika həm əzir, həm heç yeri görə bilmir, hər yerə standart dərmanlama verir və bunun çata biləcəyi yer var, çata bilməyəcəyi yer var. Amma dron üstdən aşağı təzyiqlə vurduğu üçün o köklər tam daxilinə qədər işləyə bilir. Çünki bunun açılış indi yenə deyirəm, biz SSR-də qalmışıq, SSR dövründən işləyirik ki, SSR dövründə bu texnikanı yaradan da sənin mənim kimi insanlar olub. Yəni bu alimlik bir şey deyil, deyiləcək bir şey deyil. Sadəcə təxmin eləyiblər ki, texnika sahənin ortasından gedəcək və 45 dərəcəlik bucaqla 2 dənə qol açılacaq və o 45 dərəcəlik bucaqla tutacağı yer qədər, məsələn, sağa 5 metr, sola 5 metr, orta ilə gedəcək. 15 metr aradan sonra bir də qayıdacaq və standart o hündürlük də ki 3 metr nəzərdə tutaq ki, 3 metrdən dərmanlamanı eləyəcək və bu illərdir. Dediyin kimi xaricdə eyni hektarlardan yerdə, xaric 50 ton aldığı yerdən biz 10 ton alırıq və sanırıq ki, bu burada belə olmalıdır, 10 ton alınmalıdır. Hansı ki, texnologiya ilə biz SSR fikrindən çıxsaq, bu texnologiya ilə bu günlərim demirəm 50 ton alacaq. Ancaq keçən il 10 ton alınan yerdə bu gün 20 ton alınacaq. Çünki sənin dediyin kimi biz görüşdüyümüz fermerin bizə dediyi o dərmanlama üsulu xeyir eləmişdi. Yəni biz də bunu araşdırmasaydıq, ən azından bunun olmağını istəməzdik burada və bunu burada deməzdik rahatlıqla. Ki, mən də sənin adından deyirəm, rahatlıqla deyirəm bu gün ki, biz bu sahəyə girə bilsək, biz onun tam əminliyini verirəm ki, keçən illərin 5 hektardan alınan 5 tonu bu günlərim çox demirəm, ən azından 10 ton alına biləcək. Yəni bu da şəxsi fermerlərə belə, dövlət səviyyəli belə, yəni ərazilərə belə. Yəni gələcək üçün həm sınaq olsun, həm də ən azından artım olacaq. Həm də indi yaxşıdır ki, biz ölkə olaraq qeyri-neft sektorunun inkişafına hamı bir töhfə verməyə çalışmalıdır. Çünki burada da ən yaxşı tərəfi elə kənd təsərrüfatıdır. Çünki oradan gəlmişik, belə oradan götürülmüşük. Ora daha yaxınıq. Onu daha tez dərk edə bilərik. Amma biz niyə bu qədər gec dərk eləmişik bu texnologiyanın buna inteqrasiyasını? O mən 50 yaşında da o şey mənə çatmaz, 60 yaşında da mənə çatmaz. Bu gün yaxşı olardı ki, maksimum bu biz açığı gördük, gözlədik ki, özümüz təqdimatlar apardıq, təqdimatlar elədik, fermerlərdən fərdi görüşlər apardıq ki, gəlin bunu eləyək. Həm açığı deyim ki, investisiya baxımından da yaşanan bəli bir problemlər ola bilər ki, mən bilmədiyim şeyə, əmin olmadığım bir şeyə mən bəlli bir miqdarda investisiya edeyim. O baxımdan onlar biznes tərəfini fikirləşirlər. Ona görə yəni çox da qınağa açıq bir mövzu deyil. Xeyr, bir söz deyim. Yadındadır, Türkiyədən bir nəfər gəlmişdi, biz danışdığımız. Onun dediyi bir şey var ki, mən deyir, Sputnikdən, şəkillərdən analiz elədim, multispektra analiz elədim və nəticə görmədim. Ancaq fikirləşə bilmir ki, page görüntüləri ilə olan analizlə bu əkilən məhsulun üzərindən 2 metr, sadəcə 2 metr yüksəkdə olan analiz bir deyil. Yəni bunu dərk etməyə çalışmalıdırlar ki, bizdə də onu eləyib başqa-başqa şəxslərdən eşitmişəm ki, pey şəkillərini əldə elədikləri foto şəkillərlə multispektral analiz eləyiblər, nəticə görüblər, amma az nəticə görüblər. Mən dediyim ki, 17 xəstəliyi görə bilməyiblər 17 cür. Ki bizdə onun hardasa 10 xəstəliyi, 11-12 xəstəliyi bizdə mövcuddur, bizim ərazilərdə mövcuddur. Dərk edə bilmirlər ki, neçə min yüksəklikdə olan fotoşəkillə əkinin üzərində sadəcə 2 metr yüksəklikdən çəkilən fotoşəkil bir deyil. Bir deyil, bir ola bilməz. Yəni o xəttlərin bir-birinə uyuşmağı var. 2 metrdən bir detallı həmin o yerin analitikasını aparırlar. Belə, əgər siz də hələ kanalımıza abunə olmamısınızsa da kanalımıza abunə olub şərhlərdə fikirlərinizi bizdən bölüşməyinizi istəyirik. Bildirişləri də açıq saxlayın ki, bizim söhbətlərimiz sizə də gəlib çatsın. Çox sağ olun, təşəkkür edirəm.